20 sınaq imtahanının 9-cu sinifin üçün olan sınaqlarla davam edirik. 12-ci sınağa baxırıq. Əvvəlcə həmişə kimi listeninə qulaq asaq, sonra suallara baxaq. Listen to the passage and answer the questions from 1 to 4. A man named Randy looked for big and old trees. He made maps to show where these trees were. He didn't want to cut them down. He just wanted people to take care of them. Randy was told about a very tall tree on Vancouver Island. It was the tallest tree in Canada, 314 feet tall. Randy decided to find the tree, but the loggers found it first. They wanted to cut down Canada's tallest tree and all the trees around it. Randy made a path in the forest so that people could see the tall tree. The tree was so big and beautiful that it would fill them with love. More and more people wanted to save that forest. Thanks to these people, that forest is now a park. Canada's tallest tree is still there, but there are only a few old forests left in Canada. Many are still at risk of being cut down. Bəli, davam edirik. Əgər ehtiyac olarsa siz ikinci dəfə qulaq asa bilərsiniz, videonu dayandırıb. Bir suallara baxaq vaxt itirmədən. Choose the correct answer to the question according to the passage. Why did Randy make maps? Randy niyə xəritələr hazırlayırdı? He wanted to measure the trees to find out how tall they were. O, ağaçları ölçürdü ki, onun hündürlüyünü tapsın. He wanted to show where Canada's biggest trees were located. Kanada'nın ən böyük ağacının harda yerləşdiyini göstərmək istəyirdi. Bəli, cavabımız elə bir bənd olacaq. Burada qeyd edək. C bəndinə baxaq. He made maps to help the loggers. O xəritə hazırlamışdı loggerlar üçün, kömək etmək üçün. He made maps to find a good job. O xəritəni yaxşı bir iş üçün hazırlamışdı. Xeyr, he wanted to help campers, kamp iştirakçılarına kömək etmək üçün hazırlamışdı. Xeyr. İkinci suala baxırıq. Complete the sentences according to the passage. Randy make a pass to the tallest tree in Canada because he wanted. Randy Kanada'nın ən hündür ağacı üçün bir cığır yaratmışdı. Çünki o istəyirdi. Nə istəyirdi baxaq. To help the loggers get to the tree. Loggerların ağaca yaxınlaşmasını istəyirdi. Xeyr. More people to see it. Bəli, 2. More people to be filled with love for trees. Daha çox insanın ağaçlara olan sevgi ilə dolmağını istəyirdi. Bəli, to visit the tree more easily. Xeyr, cavabımız 2, 3, C bəndi. 3-ə baxırıq. What's the passage mainly about? Mətn haqqında idi. Protecting old trees. Bəli, köhnə ağaçları, qədim ağaçları qorumaq. A few old forests. Kiçik, çox az qədim meşələr. Xeyr. Finding a path in the forest. Meşədə cığır tapmaq. Yox. Vancouver Island. Vancouver adası. Canada's smallest tree. Kanadanın ən kiçik ağacı yox. Ən böyük ağacından söhbət gedirdi. 4-cü suala baxırıq. Decide whether the statements are true or false. Düz yaxud səhv olduğunu tapırıq. The loggers wanted to cut down Canada's tallest trees. Bəli, onlar Kanadanın ən hündür ağacını kəsmək istəyirdi. The loggers cut down Canada's tallest tree. Artıq kəsmişlərmi? Xeyr, kəsməmişlər, ancaq istəyirdilər. There are only a few old forests left in Canada. Bəli, çox az meşələr var ki, Kanadada qalıb. Biraz yuxarı çəkək. 4-cü sualda Randy found Canada's tallest tree first. Randy ilk dəfə
Kanadanın ən hündür ağacını tapmışdı. Bu da false. 5-ci sual baxırıq. Plan a trip with us like never before to Shanghai, one of Chinese top tourist spots. 5 days, 4 nights, 5-star hotel, restaurants, air-conditioned buses, always on time, and travel meals provided. Deməli, elə bir səyahət düşünün ki, bizimlə heç Şanqaya heç vaxt etməmisiniz. Şanqay Çinin top turist mərkəzlərindəndir. 5 gün, 4 gecə, 5 ulduzlu oteldə, restoranda, kondisionerli avtobusda, həmişə öz vaxtında və səyahət yeməklə təmin olunur. The weekly package costs $2,000 for 2 adults and 1 child below 12 years. Həftəlik paket $2,000'dır. 2 böyük, 1 uşaq, 12 yaşından aşağı olan bir uşağa aiddir bu paket. Contact Magic Elegance. Magic Elegance'la əlaqə saxlayın. Choose a correct variant. Düzgün variant seçək. Offers to visit 5-star restaurants of the company. 5 ulduzlu, şirkətin 5 ulduzlu otelinə baş çəkməyi təklif edir. Baş çəkməyi yox. Invites to a bus tour to Chinese top tourist spot. Bir avtobus turu təşkil etmək istəyir. O halbuki deyir ki, avtobusa gedə bilərsiniz. Offers a monthly package for 2 adults and 1 child. Bir aylıq paketidir. Xeyr, bu həftəlik paketdir. Baxın, weekly deyir. Invites tourists to travel with them free of charge. Pulsuz turistləri səyahətə dəvət edir. Xeyr. Offers a special package for a tour to Shanghai. Bəli, Şanqaya xüsusi paket təklif edir. Dear Mary, əziz Mary, I was upset to hear about your accident. Mən sənin başına gələn bu hadisə ilə bağlı çox pis oldum. Fortunately, you weren't injured badly. Xoşbəxtlikdən sən pis zədə almayıbsan. I hope you will soon recover and return to your business life. Mən ümid edirəm ki, sən tezliklə sağalacaqsan və biznes həyatına qoşulacaqsan. Take care of yourself and get well very soon. Özünə yaxşı bax və tezliklə sağal. All the best, Freddy. Ən gözəl arzularla, Freddy. What's the purpose of the message? Purpose, məqsəd deməkdir. To wish to get well soon. Onun tezliklə sağalmasını arzuyurdu. Bəli. Yenə də digər variantlara baxaq. To thank for help. Kömək üçün təşəkkür edirdi. Xeyr. To congratulate on wedding. Toy üçün təbrik edirdi. Xeyr, burada heç soydan söhbət getmir. To invite to the concert. Konsertə dəvət edirdi. Yox. To make friends. Dost olmaq istəyirdi falan kimi şeylər. İngiliscə yaxşı sözlər, bla bla bla. 7-ci sual baxaq. A black Labrador dog has been missing from Central Park area since 15th May. Black Labrador iti 15 maydan etibarən mərkəzi parkda itib. 2-year-old male tail with white tip, very friendly, brown eyes and long black hair. 2 yaşlı ağ quyruqlu, çox sevimli, qəhvəyi gözlü və uzun qara saçları var. Finder will be rewarded. Tapan mükafatlandırılacaq. Please contact Freddy at 5555555. Nə qədər də 5 var. Və Fredlə bu nömrədə əlaqə saxlayın. Choose a wrong variant. Wrong istəyir. Diqqətli olun. Səhv istəyir. Freddy wants to find his Labrador dog. Öz için tapılmasını istəyirdi. Bəli. Freddy wants to be rewarded. Xeyr, Freddy özü reward, mükafatlandırılmaq istəmirdi. Mən üstünə xətt çəkdim. Bizə səhv lazımdır da, cavabımız B-dir. Özü mükafatlandıracaqdı. Freddy has lost his pet dog. O itini itirmişdi. Xeyr, Freddy has lost his pet in Central Park. Bunlar hamısı düzgün cavablardır. Bizdən siz səhv istədiyi üçün cavabımız B-bəndir. Mətnə baxaq. David Copperfield by Charles Dickens is a novel which is partly modeled on the author's life experience. David Copperfield, Charles Dickens'in yazdığı bu novella onun müəllifin həyat təcrübələrini qismən də modelləşdirir. The story starts with the birth of David Copperfield. Hekayə David Copperfield'in doğulması ilə başlayır. He was born 6 months after his father's death. Atasının ölümündən sonra 6 ay sonra dünyaya gəlir. David was raised by his mother Clara and his nurse Peggotty, who gave him a happy childhood.
David anası Clara və dayəsi Peggetto ilə böyüyür və onlar ona xoşbəxt uşaqlıq verir. Everything changed when his mother married the cruel Mr. Murdstone, who often beat David. Hər şeyi anasının qəddar Mr. Murdstone'la ailə qurmasından sonra başlayır və o Davidi tez-tez döyür. He sent David away to a boarding school for boys və onu yatılı school deyir, yatılı məktəb deyirək Türklər göndərir. Azərbaycanda yazmışmadı. There he made friends with James and Tommy. O orada James və Tommy ilə dost olur. After his mother's death, David was sent to work in a factory in London where he lived in poverty and faced harsh conditions. Atasının ölümündən sonra o Londonda fabrikə göndərilir. Orada kasıblıq və çətin şəraitlə üzləşir. David's life became better when he ran away from the factory and his aunt Betsy took him in. Davidin həyatı fabrikdən uzaqlaşdırılır, daha da yaxşılaşır və onun xalası Betsy onu götürür. Later, David discovered that his childhood friend Agnes became a source of strength and support for him. Sonralar David öz uşaqlıq dostu olan Agnes ilə başa düşür ki, ona daha çox dəstək və güc verib. Güc mənbəyidir. David married Agnes and they had several children together. O Agnes ilə evlənir və onların çoxlu uşaqları olur. David also achieved success as a writer and was able to provide a comfortable life for his family. David həm də uğurunu yazıcı olur və öz həyatını beləcə təmin edir yazıçılıqla. 8-ci suala baxırıq. Choose the correct statements according to the passage. David Copperfield faced hardships when he worked in a factory in London. Bəli, o Londonda işləyərkən, fabrikdə işləyərkən çətinliklərlə üzləşir. 1. Before Mr. Marston appeared in their family, David had lived in poverty and harsh conditions. Xeyr, Mr. Marston'dan sonra əziyyət çəkir. David Copperfield became a successful businessman while working in a factory. Xeyr, o biznesmen olmur axı. Charles Dickens wrote this novel from his own life experience. Öz şəxsi həyatından götürür. Buna avtobiyografiya da deyirlər. Avtobiografik əsər. 9-cu suala baxırıq. What is the passage mainly about? Mətn nə haqqındadır? The plot of the most famous novel. Çox məşhur novellanın məzmunundan söhbət gedir. Bəli, eybəndi. David Copperfield's parents, valideynlərindən yox. David's marriage to Agnes, xeyr, ümumiyyətlə deyil, o bir hissəsində söhbət gedir onun ailə qurmağından. A boarding school for boys, yox. David's happy childhood, xeyr, onun xoşbəxt uşaqlığı olmur axı. 10-cu suala baxırıq. Choose the correct answer to the question according to the passage. When did David's life become better? Davidin həyatı nə vaxt daha yaxşı olur? Əlbəttə ki, fabriki tərk etdikdən sonra. After leaving the factory. Bəli, deyibəndi. Yenə də digər suallara baxaq, variantlara baxaq. After his mother's marriage, anasının evliliyindən sonra, xeyr, daha da pisləşir. After Mr. Marston's appearance, xeyr, Mr. Marston'dan sonra. When he began to work, xeyr, fabrikdə işləyəndə daha da pisləşir. While studying at a board school, orada təhsil alarkən də yox. 11-ci sual baxırıq. When David's mother married Mr. Marston. Mr. Marston'la onun anası nə vaxt ailə qurur? Their life became horrible. Bəli, onların həyatı daha da pisləşir. 1. David's life changed for the better. Xeyr, yaxşılaşmır, pisləşir. Everything in their life changed. Bəli, onun həyatında hər şey dəyişir bir bəndə. Everything remained unchanged. Hər şey dəyişməz olaraq qalır, yox. 12-ci sualımıza baxırıq. Which statements are false according to the passage? David was raised by his stepfather who gave him a happy childhood. Bir səhvdir. Davidin stepfathers, yəni ögey atası ona xoşbəxt uşaqlıq vermir. After his mother's marriage, David's former life disappeared forever. Onun formal həyatı tamamilə yox olur. Bəli, ailəsi, anası ailə qurduqdan sonra. Bu da düzdür, bizə səhv lazımdır. Mr. Marston never mistreated David. Heç vaxt Davidlə pis rəftar etmir. Xeyr, əksinə onu axı döyürdü. The novel ends on a hopeful note. Ümid verici notla bitir, bəli.
13-cü suala baxırıq. Flowers are for you. Baxın, flowers var, cəmlik bildirən bizə söz lazımdır. Ona görə ziz və zətlər getdi. İşarə vəziyi lazımdır, cəmlik bildirən ziz və zoz arasında qalırıq. Və ikinci tərəfə baxırıq. Picked xəbərdir. Yadınızda saxlayın, xəbərdən sonra obyekt halda olan əvəzlik gəlməlidir. Obyekt yazaq. Ona görə cavabımız eybəndir. 14-cü suala baxırıq. Fred is neyse bizden article istəyir. An English teacher. Teacher sözü olduğu için buraya bir an article verdik. He explains all these things. Bildiğimiz məlumat olarsa bir bəndi. 15-ci suala baxırıq. What did you say to your brother? Bəli, sual cümləsidir, eybəndi, düzdür. Əgər sual verirsiniz ki, bir də nədirsə, didlə said olmaz. What, hanı bunun köməkçi feili, whatdan sonra köməkçi feil lazımdır. Didə də köməkçi feili yoxdur. İdə isə did və say yanaşı gəlməz. 16-cı suala baxırıq. My brother is good at. Əlbəttə ki, to be good at. Yadınızda saxlayın, birləşmədir, imtihana düşə bilər. Səhv etmirəmsə, hətta düşmüşdü. Buraxılışda 17-ci suala baxaq. Everyone like olmaz və don't like olmaz. Çünki everyone sözünü biz şəxs əvəzi xəbərini tək də verməliyik. Likes və doesn't like deybəndi. 2-4. My sister is a little than var. Than varsa, deməli biz burada müqayisə dərəcəsi verməliyik və müqayisə dərəcəsi İki variantda görürük, ancaq more olan yerdə ia verə bilmərik. Yəni more özü ilə ia-nı əvəz etdiyi üçün cavabımız eybəndir. 19-cu suala baxırıq. Mike will call me if he ifli cümlədir. Will var. Bir tərəfdə gələcək, ikinci tərəfdə isə indiki sadə verməliyik. Şərh budaq cümləsi. Mike xəbər eşidən kimi, əgər xəbər eşitsə mənə zəng edəcək. 20-ci suala baxırıq. Population. Əhali deməkdir. Waste boş-boşuna sərf etmək, distraction isə dağılma deməkdir. Baxaq görək hansı variantlar uyğun gəlir. Population, all the people who live in a particular area. Bir C. Waste, materials that are no longer needed. Bəli, eybəndir. Distraction isə the act of destroying. C, A, B. 20-ci suala baxırıq. I have got chances sözü sayılır. Sayılan olduğu için biz sayılmayan isimlə işlənənləri silirik. But Nick has got very ilə adi dərəcə verməliyik və chance cümləni oxumalıyıq. I have got few chances to find a job, but Nick has got very few and he feels sad. Mənim çox az şansım var idi. Nick'in isə məndən də az şansı olduğu üçün o özünü çox pis hiss edirdi. Tərcümə lazımdır burada. 22-ci suala baxaq. In future, school leavers can realize their talents. Sinonim istəyir. School leavers nə deməkdir? School leavers əlbəttə ki, məzunlar. Graduates. Can realize their talents. Gələcəkdə məzunlar öz talantlarını, istedadlarını başa düşəcəklər. İbəndi. 23-ə baxırıq. Helen had dinner with me. Had var, dinner var. Cümləyə baxırıq. Cümlə indiki təsdiqdəndir. Bir şey yadınızda saxlayın. Bunu mən həmişə uşaqlara deyirəm. Bat olan yerdə bir tərəf təsdiq, bir tərəf inkar olur. And-də bunu verə bilməzsiniz. And-də hər ikisi eyni olmalıdır. But-da niyə hadn't, had həmişə köməkçi feil axtaran zaman çalışın feilə baxın. Feilin necə sual verə bilirsə, deməli sizin burada ikinci səhvdə işə edəcəyiniz köməkçi feildə olacaq. Axı had dinner sözünə had deyə sual vermirik axı. Ona görə sibəndi səhvdir. And Mike had yox, and had Mike olardı. Neither was Mike. Yox, was yoxdur. Axı, to be olan yerə to be verin. Köməkçi feiliniz nədirsə, nə ilə sual verə bilirsə, onu da verməlisiniz. 24-cü suala baxırıq. Please don't make. Baxın, kompleks obyektiv. Kompleks obyekt necə düzəlirdi? Make. Məsələn də, obyektal. Nə gözəl yazıram. Obyektal və
Feil. Gələk feil. Bu da to'lu, to'suz və yaxud da ayıncılı feil olur. Make-dən sonra da to'suz feil gəldiyi üçün baxın bunlar getdi və feil olduğu kimi qalır. Yəni məsdər olmalıdır. He olmaz. Çünki bizə obyekt forma lazımdır. Ona görə cavabımız A, B, D. 25-ci suala baxaq. Private sözünün əksini istəyir. Private şəxsi deməkdir. Common and public. Bəli, ümumi və ictimai 2, 4. Bu qədər. Dərslərimizi like edib abunə olmağı unutmayın. Şərhlərdə görüşərik. Hələlik.